Salam değerli izleyiciler. Yine mən Eşkin ustalaraq hal-hazırda Binə Savxoz ərazisində dostlar, Ülvi Şadlıq Sarayı deyilən ərazidə Məhməd çay evinə çatılmamış. Gözəl bir evimizin çəkilişində düz birbaşa asfalta baxan bir ərazidə yerləşir. 2 sotemsində həyətinə rahat 2 maşın yerləşir. Boş ağacdan ibarətdir. Vaxt bitirmədən dostlar keçəcəyimizin iç hissəsinə inşallah. Sizi tanış etmək. Girən kimi gördüğünüz kimi geniş bir koridor bizi karşılıyor. Bu hissədə geniş və ideal bir metro hissəsi mövcuddur. Bu hissədə yerləşir sentral qovşaq hissəsi dostlar. Və bu hissədə yerləşir geniş bir zal. Həqiqətən də çox genişdir. Gördüyünüz kimi belə bir yataq otağı mövcuddur dostlar. Otağın içi çox gözəl həqiqətən də və belə bir geniş ikinci bir yataq otağı mövcuddur. Evimizin qiyməti 58 minə deyilir. İnşallah yerində gəlib qiymətində razılaşmaq mümkündür.